Bakı şəhərində avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda Bakı-Sumqayıt yolundan Şamaxinka deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilib. Yolun genişləndirilməsi işləri aparılıb. Belə ki, xüsusən günün pik saatlarında sözgedən ərazi avtonəqliyyat vasitələrinin həm Bakı dairəvi bir avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi tıxaca, hərəkətin iflic olmasına səbəb olur. Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını alma məqsədi ilə prospektin köməkçi yolundakı sağkənar zolaq sırf Bakı dairəvi bir avtomobil yolundan gələn avtomobillər üçün ayrılıb. Sağkənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir beton maneələr düzülüb. Maneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzülüb. Bununla da dairəvi yoldan gələn avtonəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geri dönmə hissədən istifadə edərək geriyə hərəkət edə bilərlər. Təbii ki, düzünə 20 yanvar dairəsinə doğru da maneəsiz şəkildə hərəkət təmin olunub. Nəticədə Sumqayıt şəhəri istiqamətindən gələn avtonəqliyyat vasitələri ilə dairəvi yoldan çıxan avtomobillərin həmin ərazidə kəsişməsi aradan qaldırılaraq tıxac müəyyən qədər azaldılmış olur. Şamaxinka ərazisində edilən daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndirilib. Genişləndirilmə 550 metrlik ərazini əhatə edib. Genişləndirmə işləri nəticəsində yolda əlavə daha bir hərəkət zolağı yaranıb. Bu da öz növbəsində sözgedən ərazidə sıxlığın qarşısını almaq üçün müsbət addım hesab olunur. Genişləndirmə işləri çərçivəsində yol kənarında olan yüksək gərginlikli elektrik xətti və dirəyi demontaj olunaraq yeri dəyişdirilib. Yenidən qurma işləri ilkin etapda Moskva prospektinin Bakı dairəvi bir avtomobil yolu ilə kəsişməsindən ikinci geri dönmə hissəsinə də aparılıb. Sözgedən işlər çərçivəsində 2-ci Alatava küçəsi ilə kəsişmədə yerləşən avtobus dayanacağının da yeri 4-5 metr genişləndirilərək xüsusi cibli hissə yaradılıb. Bununla da avtobuslar ümumi hərəkətə maneə yaratmadan dayanacağa girib çıxa bilirlər. Bu da öz növbəsində həmin ərazidə sıxlığın azalmasına gətirib çıxarıb. Ərazidə tıxacların aradan qaldırılması üçün ediləcək daha bir yenilik yaxın zamanlarda yerüstü piyada keçidinin tikintisidir. Piyada keçidinin tikintisi ilə həm avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkəti təmin olunmuş olacaq, həm də vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsi mümkün olacaq. Yenidən qurma işlərinin aparıldığı ərazidə hərəkətin normal təşkili üçün zəruri olan yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanması işləri aparılıb. Bundan başqa piyadaların avtomobil yolunu körtəbii şəkildə keçməsinin qarşısını almaq məqsədi ilə əraziyə xüsusi xəbərdar edici nişanlar quraşdırılıb.